Allahın səlamı, rəhmət və bərəkəti əziz Minbər TV izləyicilərinin, bizi sosial şəbəkələrdə izləyən qardaş və bacılarımızın, böyüklərimizin üzərinə olsun. Biz əqaid dərslərinə davam edirik Allahın izni ilə. Uzun bir ayrılıqdan sonra araya mübarək Ramazan ayı gəldi. Bu ayrılıqdan sonra qaldığımız yerdən davam etməyə, yenidən start götürməyə niyyət etdik. Allah-u Teala hər işimizdə, sizi də hər işinizdə müvəffəq eyləsin. Deməli, bugünkü mövzumuz Peyğəmbərlərə iman. Əvvəlcə bu Peyğəmbər sözünün hardan gəldiyinə bir baxaq. Peyğəmbər farsça bir kəlmədir. Ərəbcəsi Nəbi və ya Rasul olaraq Qurani Kərimdə və hədis şəriflərdə keçən bu terminin, dini terminin qarşılığıdır. Nəbi və Rasul Allahdan xəbər gətirən, Nəbi əsasən nəbədən gəlir. Peyğəmbər də farsça bunun qarşılığı. Yəni xəbər gətirən, Allah ilə qulu arasında bir xəbərçi. Peyğəmbərlər əsasən Allah Taala'nın tevhidini qorumaq üçün Allahın insanlar arasından seçdiyi ən gözəl, ən üstün, əxlaqca ən gözəl olan insanlar, bəşər evladlarıdır. Qurani Kərimdə Peyğəmbərlər haqqında çox ayət-i kərimələr var. Hətta bir Peyğəmbərlər tarixi araşdırmacısı, böyük bir ustadımız, əfəndimiz, böyüyümüz, müəllimimiz deyir ki, Qurani Kərimin 1/3 Peyğəmbərlərin həyatından bəhs edir. Və bir yaxın adamımız da, sevdiyimiz bir müəllim də, eləmə tənbəllik, mən Peyğəmbərlər haqqında olan Peyğəmbərlərin həyatını, qıssalarını anlatan ayətləri bir-bir saymağa başladım. 2000-dən artıq ayət çıxdı. Yəni, Qurani Kərimin 1/3 Peyğəmbərlərin həyatından Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve səlləmə və ümmətinə bildirilən ayələrdir. Bu ayət-i kərimələr Peyğəmbərlərin xüsusiyyətlərini, onların başlarına gələn hadisələri Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve səlləmə yeri gəldiyində bir huzur vermək üçün, yeri gəldiyində sıxıntıdan qorumaq üçün və ya tək sıxıntını çəkən sən deyilsən, ey Həbibim demək üçün Cənab-ı Allahın Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve səlləmi bu şəkildə dəstəkləməsi, vəhiy ilə bu ayətlərlə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve səlləmi də öyrətməsidir. Peyğəmbərlərin əsas vəzifəsi birincisi talimdir, öyrətmək. Kitabı öyrətərlər, hikməti öyrətərlər, Allahın şəriətini, dinini öyrətərlər. İkinci vəzifəsi olaraq da bunu təbyin, yəni bəyan etmək, açıqlamaq. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve səlləmin hədislərində bu ayət-i kərimələri, Peyğəmbərlərin həyatından olan qıssaları və yaxud dinin əmrlərini açıqlaması kimi. Üçüncü vəzifəsi təbliğdir. Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm Allahdan gətirdiyi bütün ayələri, bütün əmrləri təbliğ etmişdir. Təbliğin kökü də bəlağatdan gəlir. Gözəl söz söyləmək, yəni insanın qəlbinə işləmək kimi bir şeydir. Ona görə və mə aleykə illəl bəlağul mubin deyir, yəni sənə apaçıq bir təbliğdən başqa bir şey yoxdur. Və yaxud aleykəl bəlağ və aleynəl hisab. Sənin işin təbliğ etməkdir, gözəl bir şəkildə söz söyləməkdir. Bizim işimiz isə onun hesabını görməkdir Cənab-ı Allah. Ona görə Peyğəmbərlər həm talim işində, həm təbyin, açıqlama işində, həm də təbliğ işində bu işləri görən, əlavə də olaraq Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve səlləmə təzkiyə, yəni təmizləmə vəzifəsi, mənəvi kirlərdən təmizləmə vəzifəsi də verilmişdir ki, bunu da Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve səlləm layiqi ilə etmiş və sonraki İslam mübəlliğlərinə, İslam müəllimlərinə, İslamın təbliğ edən, yaşayan mürşidlərinə gözəl bir şəkildə öyrətmiş, qiyamətə qədər də davam edəcəkdir. Peyğəmbərlərə iman, tevhid əqidəsini qoruma baxımından çox önəmli bir nöqtədir. Çünki Allah-u Teala diləsəydi hər bir kəsə
bir kitap göndererdi. Rabbimizin buna gücü çatır. Ama elə eləmədi. İnsanlar içindən bir nəfər seçdi, en güzel birini seçti, sonra ona kitabı öğretti ve o kitabı da öğretmeyi emretti. Bu ne demektir? Herkes kitabı öz başına öğrener, öz başına təbliğ edə bilməz. Mütləq şəkildə bir mürəbbi, mütləq şəkildə bir mübəlliğ lazımdır ki, bunu da Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellem və bütün peyğəmbərlər en güzel şəkildə yerinə getirmiştir. Peyğəmbərlərə iman deyəndə biz bütün peyğəmbərlərə inanırıq. Yəni bir müsəlman olaraq bu bizim en ümdə vəzifələrimizdən birisidir. Hətta dəfələrlə bunu bu proqramlarda qeyd eləmişik. Peyğəmbər Efendimiz sallallahu aleyhi ve selleme emredilen ve Miraç'tan Allah'ın hususi hediyesi olarak gönderdiği Bakara suresinin son 2 ayeti Amener Resulü diye başlayan, oradaki ayetlerde bu peygamberlerin vazifelerine inanmak olarak öğrettiği, bildirdiği neler varsa bir de bizim de mümin olarak vazifelerimize orada çok dikkat yetirilmiştir. Mesela belə başlayır. Bismillahirrahmanirrahim. Amener Rasulü bima unzile ileyhi min rabbihi vel mu'minun. Rasul yani Peygamberimiz sallallahu aleyhi ve sellem ona Rabbinden indirilene inandı. Vel mu'minun yani müminler de inandı. Müminlerle birlikte Peygamberimiz sallallahu aleyhi ve sellem ona Allah tarafından indirilene inandı. Yani indirilen neydi? Kur'an-ı Kerim bir de özünün peygamberlik vazifesi. Kullun amene. Hamısı birden inandılar. Neye? Billahi Allah'a ve melaiketihi onun meleklerine ve kutubihi Allah'ın mukaddes kitaplarına ve rusulih ve peygamberlerine. Yani Peygamberimiz sallallahu aleyhi ve sellem ilk önce özünün peygamber olduğuna ve Allah'tan aldığı kitaba iman etti. Nece ki Allah Teala özünün ilahlığına, özünün Rəbliğine inandığı kimi. Cenab-ı Allah elə deyir. Şəhidallahu ennehu la ilahe illahu. Allah şahittir ki ondan başka ilah yoktur. Yani Allah özünün ilah olduğunu, tek bir ilah olduğuna şahitlik eləyir. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem de özünün peygamberliğine, yani Allah'ın birliğine şahitlik ettikten sonra özünün peygamberliğine. Sonra ayetin devamında diyor ki la nufarriku beyne ahadin min rusulih. La nufarriku biz ayırmarıq deyir. Beyne ahadin min rusulih hiçbir peygamberin arasını. Ne bakımdan? İman bakımından. Derece bakımından ise farklıdır. Peygamberlerin derecelerini danışacağımız mevzuda inşallah bunu izah edeceğiz. Derece bakımından farklıdır ama iman bakımından bütün peygamberlere inanmalıyıq. Mesela bugün Avrupa'dan, Amerika'dan yani Garp'ten türeyip de ortaya çıkan bir deizm hareketi var. Yani imansız bir din, peygambersiz, kitapsız bir dindar. Ortadan kitabı çıkarırlar, ortadan peygamberi çıkarırlar ve deyirlər ki Allah ile kulun arasına girilmez. Allah ile kulun arasına secdede girilmez. Halbuki Allah özü kullarının arasına seçtiği bir peygamberi. Mesela Allah'tan bir vahiy gelir. Bunu Cebrail aleyhisselam Allah'la peygamberimizin arasında bir vasıtedir. O getirir peygamberimiz sallallahu aleyhi ve selleme. Peygamberimiz sallallahu aleyhi ve sellem o vahiyi alır, öğrenir. Hem kitabı öğrendi, hem namazı, dəstəmaz almağı belə peygamberimiz Cebrail aleyhisselamdan öğrendi. Yani namaz kılmağı belə Cebrail aleyhisselam evvel ona imamlıq elədi, gösterdi. Peygamberimiz sallallahu aleyhi ve sellem de hem özü kıldı, sonra Hadice anamıza, sonra da diğer müminler sırasıyla bu şekilde öğrendiler. Yani öğretme bakımından, gönderilme bakımından kulla Allah arasında bir elçi var. Arada birisi var ama güzel bir elçi var. Hem mübelliğ hem muallim, öğreten, yani talim vazifesini en güzel şekilde yerine getiren bir peygamber. Bu tevhid inancını, yani la ilahe illallah inancını korumak için mütlak şekilde Muhammedun Resulullah, yani la ilahe illallah diyenden sonra Muhammedun sallallahu aleyhi ve sellem, yani Resulullah Allah'ın Resuludur. Muhammed aleyhisselam sallallahu aleyhi ve sellem Allah'ın Resuludur. Yani elçisidir. Sözünü bir müminin vazifesidir. Eğer la ilahe illallah dese, yani canı cehennemden kurtarar deyilen ayetlerin tabii ki veya hadislerin tabii ki bir neticesinde Muhammedur Resulullah da var.
yəni kim la ilahe illallah deyərsə cənnətə girər deyilən, müjdələnən hədislərdə Peyğəmbərə inanmadan cənnətə girilməyəcəyi bir həqiqətdir. Ona görə orada mütləq şəkildə Muhammedun Rasulullah vardır. Ona görə böyüklər deyirlər ki, son nəfəsini verəndə belə bir insan əgər mömindirsə, Peyğəmbərinə də inanırsa, bu son nəfəsində söyləməsə də bir problem olmaz. La ilahe illallah deyəndə bəs eləyir ona. Çünki Peyğəmbərinə, mələklərinə, kitablarına, hamısına inanır. Amma bir insan kafirdirsə, dinsizdirsə, yeni imana gələcək, o la ilahe illallah yanında Muhammedun Rasulullah deməsə, o zaman onun imanı qəbul olmaz. Bizim böyüklərimiz, bizə dini öyrətənlər bu şəkildə öyrətdilər. Demək ki, tevhid inancını qorumaq üçün Allah bəşər içindən ən sevilən, ən seçilən, ən gözəl, ən təmiz, ən pak birini seçir, ona xüsusi vəzifə verir. Bu vəzifəni də o gözəl bir şəkildə yerinə yetirir. Hətta Cenab-ı Allah deyir ki, göndərilən peyğəmbərlərdən də, Peyğəmbərin göndərildiyi ümmətdən də hesab soruşacaq. Demək ki, hər bir kəsdən Allah hesab soruşacaqdır. Hamısı hesaba çəkiləcəkdir. Biz də hesaba çəkiləcəyimizi güvənərək bilirik ki, Cenab-ı Allah'ın huzurunda deyəcəyik ki, biz, Ya Rabbi, sənin göndərdiyin dinə, sənin göndərdiyin peyğəmbərlərin ilk peyğəmbər Adəm aleyhissalam, son peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem olaraq hamısına inandıq Ya Rabbi deyəcəyik inşallah. Cenab-ı Allah bu iqrar üzrə yaşamağı, bu iqrar üzrə də son nəfəsi verməyi hamımıza nəsib eyləsin. Allah bu dərsimizi də qəbul eyləsin. Gələn dərslərimizdə inşallah nübüvvət, risalət, peyğəmbərlərin sayı, dərəcələri haqqında məlumat verməyə çalışacağıq. Allahın səlamı, rəhmət və bərəkəti üzərinizə olsun.